Burada tərs toplayırıq. 1 bölü 20 ümuminin yerinə yazırıq 20 bərabərdir 1 bölü 100 üzərinə gəlirik 1 bölünsün L2. Yəni məhsul olanımız əlbəttə ki ikincidir. Paralel qoşulan və yaxud da fərq edəmir. Yəni buna 2 digənə 1 deyə bilərsiniz. Buradan 1 bölü 1'i tapsaq 1 bölü 20 çıx 1 bölü 100. Ortaq məxrəci tapırıq. Olacaq 1 çıxılsın 1 4 bölü 100. Bizə isə R1'in qiyməti lazımdır. Yəni 1 bölü R1 yox, R1. Odur ki, tərs götürsə R1'i 100'ü 4'ə bölməliyik. 25 ohm olmalıdır. Növbəti sual. Volt vur saniyə kökün altında jol vurulsun farad. Bu tip əlbəttə ki, sualları, daha doğrusu vahid çevirmələrini kəmiyyətə gətirmək bəzən daha məqsədə uyğundur. Voltumuz vurulsun saniyə. Bunu saxlayırıq. Joule enerjidir. Baxın, aşağı hissəsini kəmiyyət formasına yazıram. Farad da bizdə tutumu xarakterizə edir. Baxın, burada Joule'un biz daha doğrusu enerjini elə bir düstur yazmalıyıq ki, məsələn orada tutumlar ixtisar getsin. Məsələn, kök kvadratı bölünsün 2-sini qeyd etsək bura. Baxın, bu şeylər ixtisar gedər. 2 vahiddir, yəni daha doğrusu sabitdə orada vahid olmur. Kök kvadratından da kökün altından kök çıxar. Kök də kulondur. Yəni biz burada belə bir şey aldıq. Volt vurulsun saniyə, aşağıda isə kulon. Kulon da bildiyiniz kimi amper vurulsun saniyədir. Yəni kulon da amper vur saniyə, aşağıdan yazaq. Amper vur saniyə, üzərdə volt vurulsun saniyə. Saniyələr ixtisar gedər. Volt gərginlikdir. Amper cəryan şiddəti, O bölü Y də müqavimət deyərik. Cavabımız müqavimət olacaq. Digər tərəfdən 26-cı testdə 2 mis naqil dövrəyə ardıcıl qoşulduğu qeyd olunur. Birinci naqilin diametri ikinci naqilin diametrindən 2 dəfə böyükdür. Və burada sürətlərin münasibəti istəyir. Burada biz Seven düsturundan istifadə edirik. Göründüyü kimi sahə və sürət tərs asılıdır. Bərabərin eyni tərəfində vurmadır. Biz sahənin yerinə pi r kvadratı və yaxud da ki pd kvadratı bölü 4 düsturunu əvəzləyə bilərik. Onda baxın d kvadrat pd kvadrat bölü 4 olar. Göründüyü kimi sahə diametrinin kvadratik düzdürsə, o zaman sürət də diametrlə tərs kvadratik aslı olacaq. Yəni əgər diametrimizin birincisi ikincidən 2 dəfə çoxdursa, sürət olaraq ikinci çox olmalıdır. Diametrin kvadratı ilə tərs olduğu üçün 4v1 qeyd edə bilərik. Yəni v2 bərabərdir 4v1. Eyni şey burada keçərlidir. Bu səfər birinci naqildəki elektronların sürəti ikincidən 9 dəfə kiçikdir. Yəni ikincimiz birincidən 9 dəfə böyük olduğu anlamına gəlir. Diametr, baxın, əgər bizə diametr lazımdırsa, o zaman biz sürəti kökün altına salmalıyıq. Yəni diametrdə birinci böyük olacaq, çünki burada tərs asıllıq var. Baxın, qeyd eləmişəm, tərs asıllıqdır. Sürətin ikincisi böyüksə, diametrin birincisi böyük olacaq, lakin 3 dəfə böyük olacaq. Çünki diametr əgər istənilirsə, biz sürəti kökün altına salmalıyıq. Növbəti sualda bu tip suallardandır. Bir də onu qeyd edeyim ki, bu suallarda ardıcıl birləşmənin qeyd olunma səbəbi cəryan şiddətinin konstant olmasının bilinməsidir. Və Seven düsturunda da bilirsiniz də, düsturda əgər asıllıq götürürsə iki şey dəyişə bilər, digərləri sabit olmalıdır. İ konstant, elementar yükün öz konkret qiyməti var. 1,6 vur 10⁻19. Konsentrasiya əlbəttə dəyişmir, yük sayı. O zaman S ilə, sahə ilə sürət tərs asılı qalır. Burada da nizamlı hərəkət sürəti, baxın, ikincidə birincidən 9 dəfə çoxdur. Yəni ikinci birincidən 9 dəfə çox olur. Yenə də diametr istənilir. Bu səfər diametrin birincisi böyük olmalı. Çünki tərs asıllıqdır. Dediyim kimi, S-in yenə pd kvadrat bölü 4 yazarıqsa və kökün altına salmalıyıq. O zaman biz 3D2 almış oluruq. Buradan da əslində bu formula təyin edə bilərik. Baxın, tam şəkildə yazsaq, pi d kvadratı bölü 4
sürət vurulsun konsentrasiya. Buradan D-ni tapsaq, baxın D-ni tapsaq, kökün altında 4i pi v n. Baxın D ilə V kök altı asılı qaldı. 29-cu test. Birləşmələrdə bərabər zaman müddətlərində eyni istilik miqdarı ayrılarsa, birləşmələrin uzlarındakı gərginlər arasında münasibət istənilir. Baxın, eyni istilik miqdarı ayrılarsa, yəni Q-lərimiz bərabərdir və U-larla münasibət istənilir. Q-nün U kvadratı bölünsün R vur T düsturunu bilirik. Çünki bizə burada birləşmələrdə bərabər zaman müddətləri deyir, hətta T'miz də zamanımız da eynidir, Q-müz də eynidir. Göründüyü kimi U və R bərabərin eyni tərəfində sürət və məxrəcisi olduğu üçün düz asılıdır. Yəni U1 böl U2-ni tapırıqsa, kökün altında R2 böl R1 tapılmalıdır. Daha doğrusu R1 böl R2 olmalı, düz asılı dedik. İndi kökün altına salınma səbəbi də bayaq qeyd etdiyim kimi, əgər bu düsturdan onu tapsaq, Q, R böl T olar. Baxın, o R-lə kök altında düz asılıdır. İndi qiymətləri yerinə qoysaq, baxın, birinci ardıcıldır, eyni müqamətli olacaq, 2R toplayırıq. İkinci də R böl 2 olur, 2 isə yuxarı qaldırsaq, R-lər ixtisar gedərsə, kökdən də 2 çıxar. Yəni, U1 bərabər olar 2U2-yə. 30-cu testdə göstərən birləşmə hansıda dövrən ümumi müqaməti ən böyükdür və biz bilirik ki, tamamilə ardıcıl birləşmədə R-lər bütün naqilə müqamətlərdə eynidirsə, məsələn 1, 2, 3, 4, 4 R olacaq. Digərlərində baxın, paralel, bu tamamilə paraleldir, R böl 4 olar. Digərlərində həm ardıcıl, həm paralel var. Odur ki, ən böyük dedikdə tamamilə R-lərin düzgün toplanan variantı lazımdır bizə ki, çoxalsın, D variantı olar. 31-də ən kiçikdirsə, R-lər tamamilə tərs toplanan olmalıdır ki, qiyməti kiçilsin. O da A variantı olar. Rezistorlardan keçən cəryanşlar arasında münasibət. Baxın, burada tək qalanı böyük götürsək, eyni şəkildə də deyə bilərik ki, bu hissədən axan cərəyan bu hissəyə ardıcıl birləşdiyi üçün bərabər olacaq. Yəni, buradakı cərəyan buranın ümumi cərəyanına bərabər olacaq. Odur ki, tək qalanı böyük götürürük. Yəni, I1-i böyük götürürük. İkinci hissəni müqayisə eləsək, paralellikdə I bərabərdir U böl R düsturuna görə U konstant, I yerlə tərsdir. Hansının R-i böyükdürsə, o kiçikdir. Yəni, belə çıxır ki, ən böyük R-ə malik olan burada 2R-dir, onda ən kiçik olacaq. I2, I3-dən kiçikdir, böyükdür, I1 də I2-dən böyük olacaq. Yəni, bunu kənara qoymaq şərt ilə ikisini müqayisə eləsək, ən böyük müqavimətdə ən kiçik cərəyan şiddətinə malikdir. Digər testə baxsaq, yenə də tək qalan böyükdür anlayışı ilə irəliləsək, I1-imizi böyük götürürük. İkisi bir-birinə ardıcıl olduğu üçün bu səfər İ-lər bir-birinə bərabər olacaq. Çünki demişdik ki, dövrədə ardıcıllıq varsa, ya rezistlər arasında, bu zaman İ-lər hər ikisində eyni qalacaq. Və paralellik olduğu üçün bu hissənin U-su, baxın bu hissənin U-suna bərabərdir. O zaman İ-lər R-lə müqayisə eləsək, daha çox R burada deyə, daha az R də bu hissədə olacaq. Bu hissənin R daha çox olacaq. Lakin siz qısa şəkildə tək qalanı böyük deyib, ardıcılı da bərabər deyib cavabları götürə bilərsiniz. 34-cü test. Gərginlik sabit qalmaqla, yəni o konstant qalmaqla açarı açsaq. Ampermetrin göstərişi cəryan şiddətini ölçür. Qapalı halı